Əgər mən burada əyləşmişəmsə, demək yenə nə isə müzakirə edirik. Keçən dəfəki videomuzda izləyicilərin bir çox suallarını cavablamışdım. Lakin yenə fərqli suallar gəldiyi üçün düşündüm ki, part 2-ni çəkmək lazımdır. Götürün çayınızı, kofenizi, çünki söhbətimiz biraz uzun çəkəcək. İlk sual. Əgər xonçanı əvvəlcədən bəzəsək, bəzəklər pozulmaz ki. Xonçanı bəzədikdə təbii güllərdən və həssas materiallardan istifadə etməsəniz, əlbəttə ki, pozulmaz. Xonçanı bəzədikdə şokoladlar əriməsin deyə nə etməliyəm? Əsasən şokoladları birbaşa günəş işığı düşməyən bir yerdə saxlasanız daha yaxşı olur. Yox, əgər isti havada bəzəyəcəksinizsə, şokoladları öncədən soyuducuda saxlayıb, daha sonra xonçaya yerləşdirməniz daha məsləhətlidir. Böyük xonçaya az şey qoysam pis görünməz ki. Əgər böyük xonçaya az bir şeylər yerləşdirmək istəyirsinizsə, əsasən altına parça və yaxud da tül istifadə etsəniz daha dolğun görünəcək. Xonçada hansı rənglər daha çox bir-birinə yaraşır? Bu mənim ən çox sevdiyim suallardan biridir. Hansı ki, məsələn, qızılı və krem, gümüşlü və mavi, çəhrayı və ağ, amma daha çox əlavələr etmək olar. Əsas odur ki, çox rəngi bir-birinə qarışdırmayasınız. 2 və yaxud da 3 əsas rəngdən istifadə etsəniz kifayətdir. Xonçanı kirayə götürdükdə bəzəklərin dəyişdirilməsi mümkündürmü? Əlbəttə mümkündür. Əgər bizə əvvəlcədən xəbər versəniz, sizin zövqünüzə və istəyinizə uyğun olaraq bəzəkləri dəyişdirib düzəldə bilirik. Xonçaları özüm bəzəyə bilərəmmi? Əlbəttə bəzəyə bilərsiniz. Amma bir şey qeyd edim ki, hal-hazırda bizdə çox qəşəng kampaniya var, hansı ki, bizdən sadəcə siz xonçanı kirayə götürürsünüz, bəzəmək bizdən sizə hədiyyədir. Xonçanın şokoladları biz tərəfdən seçilə bilirmi? Əlbəttə seçilə bilir. Xonçanın şokoladlarının sayı, çəkisi, ölçüsü, qiyməti, hər biri siz tərəfdən seçilə bilir. Hətta şokoladlar siz tərəfdən alına da bilir. Xonçanın bəzəklərini yenidən istifadə etmək mümkündürmü? Əlbəttə mümkündür. Əgər bəzəkləri ehmalca açsanız, daha sonra yenidən istifadə edə bilərsiniz. Xonçanı necə bəzəyim ki, həm sadə, həm də dəbdəbəli görünsün? Çox maraqlı sualdır. Əgər xonçanın həm sadə, həm də dəbdəbəli görünməsini istəyirsənsə, əsasən qızılı, gümüşü və krem tonlardan istifadə etməlisən. Və xonçanın üzərində dekor olaraq mirvari, incə lentlər çox şıq və çox zərif görünür. Xonçada quru güllərdən istifadə edə bilərəmmi? Əlbəttə ki, edə bilərsiniz. Quru güllər çox elegant görünür. Lakin güllərin üzərinə əvvəlcədən lak vursanız, həm daha parlaq görünəcək, həm də tozlanmayacaq. Xonçaya parfüm və ya sprey vura bilərəmmi? Vura bilərsiniz. Lakin çalışın, birbaşa parçaya və ya şeylərə təmas etməsin. Son zamanlar bu suala da çox rastlaşıram, hansı ki, xonçaya içki və ya şərab qoymaq olarmı? Bu da yenə tamamilə zövq məsələsi. Yəni, bəzi yerlərdə qoyulur, bəzi yerlərdə yox. Lakin çalışın xonçaya içkiləri yerləşdirdikdə altını çox möhkəm edəsiniz. Xonçaya yerləşdirəcəyim konfetlər fərqli formada olsa pis görünməz. Əksinə, xonçaya yerləşdirəcəyiniz konfetlər hamısı eyni olanda biraz maraqsız görünür. Daha fərqli konfetlərdən istifadə etsəniz və onları daha fərqli tərzdə yığsanız, daha maraqlı görünəcək. Gəldik sonuncu suala. Xonçaya çox aksesuar yerləşdirmək bəzəyi korlayarmı? Əlbəttə korlayar. Daha çox aksesuarın yerləşdirilməsi daha çox qarışıqlıq deməkdir. Ona görə çalışın aksesuarlardan yerində və qərənində istifadə edəsiniz ki, xonçalarınız daha zərif və daha zövqlü görünsün. Düşünürəm ki, bu dəfə də bir çox suallarınıza cavab vermiş oldum. Lakin yenə də nə isə sualınız varsa, kommentariyada yazın, ətraflı şəkildə cavablayacağım. Videonu bəyənməyi və şərh bildirməyi unutmayın.